Ukraynanın taleyinin bəlli olması üçün son saatlar. Trumpın anons elədiyi tarixi an yaxınlaşır. Rusiya və Amerika Birləşmiş Ştatları prezidentləri Vladimir Putin və Donald Trump arasında telefon danışığı bugün Moskva vaxtı ilə saat 16-18:00 arasında gözlənilir. Report TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib və deyib ki, telefon danışığı lazım olduğu qədər davam eləyəcək. Onun sözlərinə görə iki ölkənin liderləri həm Rusiya və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin normallaşmasını, həm də Ukraynadakı vəziyyəti müzakirə eləyəcəklər. Trumpın Rusiya və Amerika Birləşmiş Ştatlarının artıq bir çox məsələlərlə bağlı mövqelərini razılaşdırdığı barədə sözlərini şərhləyən Peskov, Moskva və Vaşinqton arasında müəyyən müzakirələrin aparıldığını diqqətə çatdırıb. Amerika Birləşmiş Ştatları prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff Moskvada olub, İstanbulda da danışıqlar aparılıb və daha əvvəl iki prezident arasında ilk telefon danışığı baş tutub. Buna görə də şübhəsiz ki, müəyyən anlayış var. Lakin həm iki tərəfli münasibətlərimizin gələcəkdə normallaşması, həm də Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı çoxlu suallar var. Bütün bunlar iki prezident tərəfindən müzakirə ediləcək deyə mətbuat katibi bildirib.